Salam hörmətli izləyicilər, bu günləri Azərbaycanın milli qəhrəmanı Çingiz Mustafayevin ölümündən 34 il keçir. Çingiz haqqında çox şey deyə bilərəm sizə, amma onun haqqında bir qısa anons vermək istəyirəm sizə, hörmətli izləyicilər. Çingiz Mustafayev 1960-cı ildə 29 avqustda Xaçdərxan vilayətində dünyaya göz açır. Ailəsi 1964-cü ildə Bakıya köçürlər. 1990-cı ildə ailə həyatı qurur, 91-ci ildə onun övladı dünyaya göz açır. Hətta onun oğlu dünyaya göz açanda o öz adını qoymaq istəyirmiş və anası Naxış xala buna imkan verməyibdi. O isə öz atasının adını oğluna qoymuşdu. 20 yanvar hadisələrinə dözə bilməyib, kamerasını götürüb yollanır Qarabağa. Qarabağda bir çox çəkilişləri çəkir və Xocalını çəkib o dünyaya tanıtmışdı. Çox təəssüf edirəm ki, belə igid oğlanları biz itirdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhun şad olsun Çingizim. Fərova Təranə, mənim oğlum 44 günlük vətən müharibəsinin iştirakçısıdır, terror əməliyyatlarının iştirakçısıdır. Çox sağ olun. Mən Çingiz Mustafayevi uşaq vaxtından çox istəmişəm. Həmişə onun kadrlarını izləmişəm, izləyirdik evdə ailəlikcə bir yerdə. Lakin o Xocalı faciəsini çəkəndən sonra daha da dünya tanıtdı Xocalı faciəsini. Bəlkə də heç, yəni orada olmasaydı bizim o tariximiz, o faciəmiz unudulardı da, yəni bilinməzdi o qədər də. Allah ona rəhmət eləsin, qəni rəhmət eləsin ki, yəni bu işləri gördü. Çox işlər görüb Çingiz Mustafayev. Sadəcə yəni Xocalı faciəsindən çox geniş halda dünya özü də tanındı. Sonra da yəni iyun ayının 15-də şəhid oldu. O şəhid olanda mən çox yəni qəhərlənmişdim, özümə gələ bilmirdim. Çox pis olmuşdum. İllərlə mən onu yəni elə yadımdan çıxarda bilmirdim də. 2000-ci ildən də sonra mən onu ziyarət eləyirəm hər il. Anım günündə də, onun doğum günündə də, ailəsin yəni işçilərindən bir yerdə gəlirik, həmişə ziyarət eləyirik. Çingiz Mustafayev unudulmazdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən Qızqayıt İsayeva, Kəlbəcər rayon sakiniyəm. Çox sağ olun ki, xanım gəlmişsiniz, siz də işıqlandırırsınız. Hər bir vətəndaşın, hər bir Azərbaycan vətəndaşının borcudur ki, tarixini unutmasın. Və o cümlədə də başda şəhidlərimizi unutmasın, daimi yad eləsin, xatırlasın. Bugün Çingiz Mustafayevin anım günüdür. Biz bir saatdır buradayıq. Bir çox ziyarətçilər gəliblər, gediblər. Biz də ziyarət eləmişik. Yəni dünya tanıyır, tanısın və dünyaya tanıttıran Xocalı soyqırımını Çingiz Mustafayev olub birinci. Çox cəsarətli və o haqqında deməyə biraz çətinlik çəkərdim. Çünki mən jurnalist deyiləm, amma bir qələm sahibi kimi Çingiz Mustafayev haqqında çox sözlər deyə bilərəm. Ancaq öz peşəsini, peşəkarcasına dünyaya tanıdan, o cümlədən vətənimizin dar günündə 1990-cı ildə Xocalı soyqırımında, o Xocalıda dünya miqyasında görülməz iğrənc bir hadisənin törətmiş ermənilərin soyqırımını dünyaya tanıdan, o uşaqların, anaların meşələrdə ayaqyalın, qarda donub ölmələrini tanıdan Çingiz Mustafayev olub. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Bugün də onun anım gününə gəlmişik. Hər zaman da gəlməyə borcluyuq və hər zaman da şəhidlərimizi anmağa, tanıtmağa, andırmağa da borcumuzdur. Necə ki, vətən müharibəsində oğullarımız canı bahasına, qanı bahasına getdi, Qarabağımızın azadlığı uğrunda döyüşdülər qəhrəmancasına. Çingiz Mustafayev də eləcənə əlində kamerası hər bir çətin anda ölümün gözünə dik baxaraq öz peşəsini layiqincə yerinə yetirdi və dünya tanıtdı Xocalı soyqırımını.
İndən də sonra bütün gənclərə tövsiyəm o olardı ki, gənc müəllimlərə, gənc kadrlara, şagirdlərinə və gələcək nəsillərə tariximiz haqqında məlumat versin və onları gələcək nəsillərə yaddaşla ötürsünlər ki, bizim tariximizdə belə bir hadisələr baş verir və bizim başımıza ermənilər belə bir tarixən soyqırımlar törədib. 1905-ci ildə də ardıcıl çox hadisələr danışa bilərəm. Yəni bizim borcumuzdur ki, buradayıq, anırıq, tanıdırıq və gənc nəsillərə ötürməyə, gənclərimizə də, gənc müəllimlərə də tövsiyə edərdim. Mustafayev deməli Xocalı faciəsi filmi ilə bütün dünyaya erməni vəhşiliyini, faciəsini, Xocalı faciəsini tanıtmışdır. O axırıncı dəfə 15 iyun 1992-ci ildə Əsgəran rayonunun Naxçıvani deyilən bir ərazidə aldığı mərmidən, qəlpədən, qan itirmədən həyatını itirmişdir, şəhid olmuşdur. Yəni onu vaxtında ilkin yardım edə bilməmişlər. Yəni adi çox bir adi bir ehtiyatsızlıqdan yəni biz itirdik onu. Mən istəyərdim ki, bütün dünya tanısın, gənclərimizə təbliğ eləsinlər Çingiz Mustafayev haqqında. O indiki jurnalistlər onun kimi olmaq istəyir. Yəni onun kimi fədakar, onun kimi cəsur olmaq istəyir. Onun tarixini öyrənmək istəyirlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Eləcə də Salatın Əsgərova, o da jurnalist olub, Ali Mustafayev, eləcə də Çingiz Mustafayev. Allah bütün şəhidlərimizlə birlikdə onlara dərin hüzünlə Allahdan rəhmət diləyirəm. Allah bir daha ölkəmizə, dünyamıza, Azərbaycanımıza müharibə göstərməsin. Uşaqlar gözü yaşlı olmasın, analar gözü yaşlı qalmasın. Şəhid övladları, şəhid həyat yoldaşları göz yaşlı qalmasın bir daha. Allah dünyamıza sülh nəsib eləsin, qismət eləsin. Amin.